Sumqayıtdakı şərq bazarında fəaliyyət göstərən 66 sahibkarla özünü bu ərazinin sahibi adlandıran Rəşid Babayev arasında mübahisə yaranıb. Çünki hər iki tərəf sənədlərlə bu əraziyə sahib olduqlarını iddia edir. Hazırda biz Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən şərq bazarının qarşısındayıq. Xəbər portalımıza daxil olan şikayətə əsasən qarşısında dayandığımız 66 obyektin önünü hasarlayıb, abadlıq işlərinin aparılması ilə əlaqədar söküləcəyini bildiriblər. Problemli məsələni gəlin şikayətçilərin öz dilindən dinləyək. 1988-ci ildə şərq bazarı üçün ərazi ayrılıb, Sumqayıt şəhər icra hakimiyyətinin balansına verilib. 66 sahibkar ərazinin 1 hektar olduğunu hələ 1994-cü ildən burada fəaliyyət göstərdiklərini deyirlər. Həmin bu sərəncama da əsasən, həmin bu 66 sahibkar bu sərəncamın əsasında müraciət ediblər icra hakimiyyətinin həmin bu sərəncamı ilə əlaqədar olaraq ərizə ilə müraciət ediblər şərq bazarının rəhbəri olmuş Rəşid Babayevə. Həmin Rəşid Babayev də həmin bu şərq bazarının icra hakimiyyətinin əmri ilə həmin şərq bazarının rəhbəri idi. Bu rəhbərlikdə ola Rəşid Babayevə həvalə olunmuşdu ki, bu cəmaatın ərizələri qəbul elə. Ondan sonra həmin verilən ümumi konkret layihə əsasında və sərəncam əsasında bunların sənədləri qəbul olunsun və sahibkarlıq fəaliyyəti üçün şərait yaradılsın. Belə də oldu. Şikayətçi sonralar bir qrup şərq bazarı işçilərinin Dövlət Əmlak Komitəsinə müraciət edərək ərazidəki 2 korpusu özəlləşdirdiyini bildirdi. Mən bayaqları qeyd elədim ki, Xalq Deputatlar Soveti Sumqayıt şəhərində 1 hektar yer ayırmışdı. İndi Əmlak Məsələləri Dövlət Komitəsi həmin bizim bu şərq bazarımızın ərazisini eləyibdi 1 hektar 8 sot. İndi adama sual verərlər. Zamanında 1 hektar ayrılan yer 8 sot hardan ayrıldı? Həmin o bazarın mühafizə zolağı, vətəndaşlara aid olan gediş-gəliş zolağı, bütün bu zolaqlar heç nə bizə aid deyil, nə də sahibkar olaraq nə bizə aid deyil, nə də Rəşid Babayevə. Həmin əraziləri də götürüb, təzədəndən salıb ümumi ölçünün içərisinə və özəlləşdiribdir. Bunun üçün isə Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmisinin Rafiq Cəlilovun mənə rəsmi cavabı var ki, zamanında Rəşid Babayev öz kollektivi ilə obyekt korpuslarını və həmin kollektivlə birlikdə özəlləşdirərək çıxarışla təmin olunmuşlar. İndi maraqlıdır, obyekt korpuslarını özəlləşdirib özünə mülkiyyət sahibi olan Əmlak Məsələləri Dövlət Komitəsi, siz axı savadlı şəxslərsiniz, nə üçün bu cəmaatın mağazasının altını özəlləşdirəndə buna reaksiya verməmisiniz? 2010-cu ildən tərəflər arasında məhkəmə çəkişməsi gedir. 66 sahibkar əllərində olan məhkəmə qərarları ilə bu ərazinin faktiki sahibi olduğunu iddia edirlər. Eyni zamanda Rəşid Babayev də Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə özünü ərazinin sahibi adlandırır. Maraqlıdır. Azərbaycan ölkəsində bu saxta sənədlər hardan çıxır, komitə tərəfindən verilir. Çox xahiş edirəm bunları çəkib göstərəsiniz. Başqa nömrə ilə, əgər bunlar yenidən yazılıbsa, çox gözəl, bunu qəbul edirik. Yenidən yazılanda vətəndaşlara məxsus olan 47 saylı sərəncamda, komitə sədrinin verdiyi sərəncamda qeyd olunur. 1 hektardan 24 sot çıxarılsın. 24 sot çıxarılıbsa burada olmalıdır 80 neçə sot. Yenə 1 hektar 8 sot. Necə başa düşək? Bunlar nə sənədlərdir? Mən ümidvaram ki, bütün bu olayların hamısından Zakir Fərəcovun xəbəri yoxdur. Ona görə ki, ona düzgün məlumat aparmırlar, düzgün məlumat vermirlər və güman edirəm ki, Zakir müəllim cəmaatla əl-ələ verib buranı mövcud vəziyyətdə olan mağazaları abadlaşdırmağa icazə verəcək. Hazırda sahibkarları narahat edən ərazinin hasarlanmasıdır. Çünki bu onlara gündəlik çörək pulu qazanmasına mane olur. Qabağını hasarlayıblar, işləyə bilmirik, istidən boğuluruq, gedin çəkin. Hər yer bağlanıbdır. Hamının da banklara krediti var, heç kim də ödəyə bilmir. Ayın neçəsindən hasarlayıblar obyektlərini? Bir həftədə hasarlayıblar. 18-dən bu gün. 18 hasarlayıblar. Heç kim də gəldi nəfəs almır. Bu hasarı Sumqayıt şəhər hakimiyyətinin əməkdaşları gəlib hasarlamaq əvəzinə Rəşid Babayevin oğlu və bir də bir nəfər tanımadığımız yoldaş gəlib, Rəşid Babayev adı Eldardır. Göstəriş verib, dirəkləri bastırıblar, deyilənə görə Akif Quliyevin tapşırığı inandı. Mən Adizalov Şahmar 1996-cı ildə müharibədən sonra Rəşid Babayevin şəxsi dükanını almışam. Yəni o dövrdə, yəni mən bu dükanın tikiləntilərində iştirak eləməmişəm. Mən müharibədə olmuşam.
Deməli, ona baxmayaraq üstündən 10 il keçəndən sonra mənim satdığı mülkün altının torpağını gezib, özəlləşdirib özününki eləyib. Yəni bu heç bir qanunda, heç bir yerdə görünməyən bir söhbətdir. Necə ola bilər ki, bu adam mülkü satsın, sonra təzədən geçsin, onun torpağını öz adına keçirsin. Yəni bu hansı qanunda görsənə bilər? Bu bir. İkinci bir tərəfdən baxmayaraq deyirik ki, bu belədir. O boyda icra nümayəndələrinin içində bizə nə desə yaxşıdır, deyir, yalan deyir, şərləyir. Yəni nə oldu? Bu 66 nəfər şərlədi. Bir nəfərin dediyi düz çıxdı. Bu hansı qanunda görünüb? Problemli məsələni aydınlaşdırmaq üçün əmlak məsələləri Dövlət Komitəsi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Qulu Xəlilov məsələnin qarışıq olduğunu, hazırda məhkəmə prosesinin getdiyini dedi. Məhkəmə gedir, bu dəqiqə konkret bir şey demək olmaz. Mən dediyim kimi, o 66 sahibkarın orada köşkü olub da, köşkü var. Aha. O çıxarış o köşklərədir, daşınan əmlak kimi. Aha, bəs Rəşid Babayevin çıxarış... Babayev o vaxt əvvəllər o bazar 1 hektar olub, torpağı səhvləməmsə mən 1 hektar olub torpağı, sonra ki bu sahibkarların orada köşkləri olmuyor. Aha. O köşklərin altında yerləşən torpaq sahələri özəlləşməsi ləğv olunub. Daha vətəndaşlarda olan köşkləri var da orada da. Aha. Belə deyək, hamı mülkiyyət hüququ təmin olunsun deyənə. Onların altında yerləşən torpağın özəlləşməsi ləğv olunub. Bəli. 25 topluq yenə qədər olsa belə səhv eləmirəmsə ləğv olunub. Bəli. Yəni Babayevdən alınıb. O şimdi ləğv olunubdur. Yəni komitə vəsait qaldı qəbul edilib ki, bütün vətəndaşların mülkiyyət hüquqları qorunsun da. Aha. Bu sahibkarın o 1 hektardan 25 top çıxılıbsa vətəndaşların xeyrinə. Daha sonra vətəndaşlar verilməyib bu mülkiyyətə. Prosta özələşməsi ləğv olunub. Ona görə ki, o torpağın üzərində onlarda köşklər olub, belə deyək də, butqalar. Bəli, bəli. Oradakı butqalar, o köşklərə çıxarış verilib, o daşınan əmlak kimi də belə deyək. Aydındır. O çıxarış... Bəli. İndi sahibkar deyir ki, o 25 topdur, cəmi 7 sotdur. Misal üçün deyək də. Yəni 25 top çox olubdur. Yəni bu öz torpağına iddia edir də. Yəni ki, mənim 1 hektarımı qaytarım mənim. Yəni 1 hektarın 25 topu da qaytar, amma o 25 topda sahibkarların köşkləri var. İndi məhkəmə nə qərar çıxaracaq, o da olacaq da. Hələ ki, bir mənalı söz demək olur məhkəmə qərar. Yəni bizi əmlak həmdədə qeyri-qanuni bir iş görməyib orada. Məsələyə rəsmi münasibət öyrənmək üçün Sumqayıt şəhər icra hakimiyyətində də olduq. İcra hakimiyyətinin rəsmisi kameramıza danışmaqdan imtina etsə də, şifahi şəkildə bildirdi ki, məsələ ilə daha yaxından tanışıq, problemi tezliklə həll etməyə çalışacaq. Bu dəfə 66 şikayətçinin gümanı Allaha deyil, sahibkar Rəşid Babayevin insafına qalıb. Onu da əlavə edək ki, sujetdə adlara çəkilən şəxslərin mövqeylərini işıqlandırmağa hazırıq.